Paytaxtda poliuretan üzlüklü binaların fasadının sökülməsinə başlanılıb. Bir neçə gün əvvəl Xətai rayonunda fasad işləri tamamlanmamış binalarda sökülən poliuretan üzlüklər bugündən etibarən bütün bu cür binalara şamil edilib. Hətta Bayraq meydanı yaxınlığında yerləşən jurnalistlər üçün tikilmiş binanın yalnız kənarlarını bəzəyən poliuretan sütunları da sökülərək ərazidən uzaqlaşdırılır. Mətbuat prospektində gözlənən 9 və 5 mərtəbəli binalarda da söküntü işləri gedir. Bununla yanaşı binaların ətrafında Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən maşınları dayanıb. Sakinlər söküntü işlərinin tez bir zamanda yekunlaşdırılmasını istədiklərini dilə gətirirlər. Mayın 9-da yanğın hadisəsi baş vermiş Binəqədi rayonunda və söküntü işləri tam sürətlə davam edir. Burada binalar 16 mərtəbə olduğundan əraziyə daha çox işçi qüvvəsi cəlb edilib. Onlardan əməkdaşlarımız məlumat alıblar ki, binaların fasadının bir ay müddətində sökülməsi nəzərdə tutulur.